Əslində mənim üçün, yəqin bəzi digər izləyicilər üçün də maraqlıdır ki, Adnanın, Adnan Əhmədzadənin ailəsi var, yoldaşı var, yoldaşı Gülsəfa, tabii ki, Əhmədzadə, deyilənə görə Qazaxdandır, təbii ki, Qazaxdandır. Yəni, bu məlumatlar çoxdur. Öncə deyim ki, artıq, demək, Adnan Əhmədzadə SUKAR-ın keçmiş departament rəhbəri olub və hazırda həbs olunubdur. Onun zəngin həyat, oliqarx bir həyat yaşadığı ilə bağlı çoxlu məlumatlar var, informasiyalar, xəbərlər yayımlanıb, ictimailəşdirilib. Bir çox, məsəl üçün, gözəl avtomobilləri, kolleksiyaya yığdığı, çox qiymətləri yüksək olan avtomobilləri, mənzilləri Azərbaycanda, digər ölkələrdə onun çoxlu qiyməti, dəyəri olmayan mənzilləri olduğu deyilir. Hər birimiz bunu izləyirik. Yəni, bu kişi yaşayıb. Necə lazımdır, yaşamağı bacarıb. Amma maraqlıdır, bu günə qədər onun övladları olduğu ilə bağlı heç bir məlumat yoxdur. Məsələn, mənim üçün maraqlıdır ki, təbii ki, az yaşı da yoxdur, bəlli yaşı var. Azından mən düşünürdüm ki, övladlarla bağlı harada təhsil alırlar, harada yaşayırlar. Təbii ki, onun övladlarından da münasibət mediamız tez öyrənməyə çalışır. Amma bu günə qədər niyə görə onun övladlarla bağlı hər hansı bir xəbərə rast gəlməmişik? Mən həmkarlarımdan xahiş edirəm, gəlin araşdırma aparaq, görək onun maşınları hardadır, necədir, qiyməti necədir. Təbii ki, övladları da harada oxuyur, o oxuduğu məktəbdə bir illik ödəmə nə qədərdir, neçə min dollardır, filandır. Təbii ki, bunlar da maraqlıdır, amma mən hələ ki bunlara rast gəlməmişəm.